Bakıxanovdan Aruz Şadlısaray yanına Daş Minsk layihəli binanın 5 mərtəbəli binanın görürsünüz geniş plaşatkası, həyəti bacası olan binanın 3-cü mərtəbəsindən bir dənə evin təqdimatına gəlmişik. İzləyin, Allah xeyir versin. Bakıxanovdan hamınızı salamlayıram. Bax, Bakıxanovda belə gözəl təmirli bir dənə evimiz satışa çıxıb. Mərkəzi yerdədir, mərkəzi ərazidədir. Bakıxanovda Aruz Şadlıqsarayın düz yaxınlığında, elə düz yanında daş binanın 3-cü mərtəbəsində, orta mərtəbəsində. Ən ideal mərtəbədir. 3 otaqdır. Pol parketdir. Daş binadır, otaq da yekədir, maşallah. Keçək o birisi otaqlarımıza. Bax, bu da 2-ci otağımız. Bax, göstərdiyimiz zaldır. Təmirə 1 manat da pul qoymayasınız. Ev gir-yaşa mənzildir. Qiymət də münasibdir, hal-hazırda bazara görə münasibdir. Bu da 3-cü otaq. Bax, detisk otaq, uşaq otağı idi. Bu, böyük valideyn otağıdır. Və çox xoşuma gəldi. Buradan da balkona çıxışı var. Açar da ofisdədir, istədilən vaxt göstərmədir. Buradan da belə bir balkonu var, çıxırsan mərkəzi yol buradır. Marşrut buradan işləyir. 76-78 marşrut. Qiyməti şərhlərdə yazacağım inşallah. Gedək hələ kuklamıza da baxaq. Qapılar da yəni indi advetçilər qorağaq, bax qapılar qəşəng görsənir. Amma keyfiyyəti yoxdur. Bax, bu da kuxnamız. Aspirator, qaz. İstilik hökumətindir, mərkəzi istilikdir. Bax, gördüyünüz əşyalar da, onu deyim, vurğuluyum, yadımdan çıxdı bayaq demək. Bax, bu gördüyünüz əşyalar ki var, bu otaqda da. Bu gördüyünüz əşyaların hamısı evdə saxlanılacaq. Hamısı evdə saxlanılacaq. Allah xeyir versin. Qiyməti şərhlərdə yazacağım. İzləyin, xeyirli olsun.